Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün görüntüsü ləzzəti görüntüsündən gözəl olan gözəl bir yemək hazırlayacağam. Bu qədimi milli yeməklərimizdən olan xıncılovuz qovurmasıdır. Bu bitkini bəzi zonanın insanları tanımır. Ancaq bu dağlıq rayonlarında yetişən bir bitkidir. Keçək hazırlanma qaydasına. Bizə əlbəttə ki, belə xıncılovuz lazım olacaqdır. Bu xıncılovuz bitkisidir. Xıncılovuz bitkisi dağətəyi yerlərdə, bir də ki, çayın kənarlarında bitən bir bitkidir. Düzdür, soğana oxşuyur, ancaq kök hissəsi soğan kimidir. Uc hissəsi isə necə tapmaq olur? Bunun yaşıl olan hissəsi parlaq və çox belə parıldayan, elə bil ki, yaş kimi olur, elə bir vəziyyətdə görünür. Yəni, görərkən belə vəziyyətdə olan, yəni tanımayan adam tapması üçün, yəni bunlara fikir vermək lazımdır. Yəni, yarpaq hissəsi, bir də deyirəm, yaşıl olur, elə bilirsiniz ki, yarpağı yağışdır, nəmlidir. Yəni, yamyaşıl parlaq olur. Mən bu şəkildə təmizləyirəm. Əvvəlcə xıncılovuzu gördüyünüz kimi kök hissəsindən bir damcı kəsən kimi, yəni baxın bu soğanlı hissəsindən bir damcı kəsən kimi çox asan şəkildə soyulur. Üst qabığını soyub atıram. Siz mənə sual verə bilərsiniz ki, nədən əvvəlcə yuyub sonra təmizləmirəm? Çünki bu çox körpədir. Üzəri də gördüyünüz kimi, yəni yağış yağdıqdan sonra yığıldığına görə çox palçıqlı olur. Yəni mən bunu əgər yusam, o palçığa görə həmi çox əzilib gedər yuduqca. Ona görə də əvvəlcə təmizləyib daha sonra yuyacam. Bu bitki martın axırı, aprelin əvvəli yetişir. Ona görə də əgər o vaxtlar yığsaq, bu yaşıl hissələrini çox kəsib atmaq lazım deyil. Ancaq mən bu aprel ayının ortalarında dərdiyimiz üçün və onu aprel ayının ortalarında hazırladığım üçün mütləq bu yaşıl hissəsindən, yəni yuxarısında saralmış qart olan hissəsindən kəsib atıram. Artıq təmizləmişəm, hazırdır. Hardasa məndə 2 kiloqram xıncılovuz var idi. Onun yarım kiloqramı elə zibilə çıxır. Bunun püf nöqtələrindən biri tərtəmiz yuyulmasıdır. Gördüyünüz kimi təmizləyəndə fikir verdinizsə nə qədər çirkli olduğunu gördünüz. Ona görə də axar suyun altında, bol suda belə sirkələyərək tərtəmiz suyu çıxana qədər yumaq lazımdır. Mən də axar suyun altında təmiz suyu çıxana qədər hardasa 10 dəfə bu ləyəni dolduraraq baxın, artıq suyu nə qədər dupduru olduğunu görürsünüz. Demək ki, təmizdir. Yəni bunun içərisində qum qalmamalıdır. Bilirsiniz ki, qum, torpaq qalarsa zəhərlənmə verə bilər. Yuduqdan sonra aş süzənə yığıram, suyu süzənə qədər soğanını hazırlayıram. Yuduğum, məndə bayaq da qeyd etdim, 2 kiloqram xıncılovuz vardı. Mən onu təmizlədim. Hardasa yarım kilosu zibilə çıxdı. Kilo yarıma 4 ədəd, 4 baş soğanı tərtəmiz yuyuram. Daha sonra onu xırda şəkildə doğrayıram. Soğan da hazırdır. Doğradıktan sonra böyük tavanın içərisinə tökürəm. Göy qovurmaları belə dərin tavada bişəndə daha gözəl şəkildə bişir, yəni əzilmədən bişir. Soğanın üzərinə kərə yağı əlavə edirəm. Bəzi yeməklər var ki, o yeməyin içində soğan bilinməməlidir. Göy qovurması da belə yeməklərdən biridir. Soğanın üzərinə duz əlavə edirəm. Ona görə ki, soğan bişərkən tam əzilib, yəni loru dildə desək ölsün. Tavanı odun üzərinə qoyub soğanı qovururam. Bayaq qeyd etdim, yenə də deyirəm. Bəzi yeməklər var ki, onun içərisində soğan bilinməməlidir. Mən bu soğanın tam bişib əzilməsi üçün soğan qovurulmadan odun üzərinə qoyanda içərisinə isti su əlavə edirəm ki, soğan tam qaynayıb yağa düşəndə təmiz əzilsin.
Soğan qovrulana qədər odun üzərində qazanda su qoyub qaynadıram və yuduğum xıncılovuzları qaynayan suyun içərisinə tökürəm. Çox qaynatmıram. Əgər körpədirsə, yəni yenə də deyirəm, martın axırı, aprelin əvvəlində dərilibsə, onu qaynar suya salan kimi tez çıxartmaq lazımdır. Yox, əgər məni kimi martın ortalarında bişirirsinizsə, mütləq hardasa 3-4 dəqiqə qaynayan suyun içərisinə tökdükdən sonra, 3-4 dəqiqə qaynadıkdan sonra suyun içərisindən çıxardırıq. Artıq xıncılovuzlar qaynayıb hazırdır. Xıncılovuzu suyun içərisindən çıxardıram. Yenə də qeyd edirəm, çox qaynatmıram. Gördünüz, 3-4 dəqiqə qaynasa bəs edir. Xıncılovuzu suyun içərisindən aş süzənin içərisinə çıxardıb tökürəm. Yəqin sual verəcəksiniz ki, nəyə görə o aşağı hissəsində soğançaları kəsməmişəm, bölməmişəm. Bunun da gözəl görüntüsü, yəni ləzzəti o soğança hissəsinin bir vəziyyətdə bişməsidir. Aş süzəndə soğan qovrulana qədər biraz saxlayıram ki, suyu tam süzsün. Soğanı unutmuram, soğana baxıram. Soğan artıq baxın suyu çəkilib, yağa düşüb, qovrulur. Görə bilərsiniz, soğan tam əzilibdir. Biraz da xıncılovuzla qovrulan zaman tam əzilib soğan yox olacaqdır. Belə yeməklərdə soğanı çox qovurmuram, qızartmaq lazım deyil. Çünki soğanı qızardanda yeməyinizdən tam qoxu gələ bilər. Ona görə də soğan tam bişib, hazır olandan sonra, yəni bu halda qaynatdığım xıncılovuzları tökürəm bu soğanın içərisinə. Xıncılovuzu yağın içərisinə tökdükdən sonra qarışdırıram. Mən əvvəldən soğana duz əlavə etdiyim üçün xıncılovuza çox duz əlavə etmirəm. Azacıq da duz səpib qarışdırıram və tavanın qapağını örtüb tam yağa düşənə qədər qovururam. Xıncılovuz mədə-bağırsağın dərmanıdır, çox faydalı bir bitkidir. Xıncılovuz dağətəyi yerlərdə və çayın kənarlarında bitir. Xıncılovuz qovurmasına arzu edən yumurta da vura bilər, ancaq mən yumurta vurmuram. Çünki bu bitki bişdikcə evə o qədər gözəl bir ətir, qoxu yayılır ki, öz dadında, öz ləzzətində yumurta vurmadan yeməyin bir başqa ləzzəti var. Yəni arzu edən yumurta da vura bilər. Xıncılovuzdan həm kətə, həm qovurma, həm də şorba hazırlamaq, yəni turşu hazırlamaq olur. İnşallah bir gün mən bunun turşusunun da hazırlanmasını, kətəsinin də, yəni qutabının da hazırlanmasını çəkib paylaşacağam. Artıq xıncılovuz tam yağa düşüb, yəni qovrulub hazırdır. Odun üzərindən götürüb servis edirəm. Əgər sizlər də mənim verdiyim püf nöqtələrinə əməl etsəniz, sizin də hazırladığınız xıncılovunuz çox ləzzətli və çox dadlı olacaqdır. Hazır olmuş xıncılovuzu servis edirəm. Yenə də deyirəm, kim istəsə, yəni arzu edən buna yumurta da vura bilər. Ancaq mən yumurta vurmadım, çünki mən hər bitkini öz dadında, öz ləzzətində hazırlayıb yeməyi xoşlayıram. Mən indi düşünürəm ki, nəyə görə kəndlərdə yaşayan nənə-babalarımız 100 il yaşayırmış. Çünki belə gözəl, faydalı, xeyirli bitkilərdən yeməklər hazırlayıb dadırmışlar, yeyirmişlər. Ona görə də tam sağlam yaşayırmışlar, 100 ildə yaşayırmışlar. Bizlər də unutmayaq, belə yaddan çıxmış yeməklərimizi hazırlayaq, öz süfrələrimizdə övladlarımızı yeməsi üçün, tanıması üçün hazırlayıb servis edək. Bu da sonda çox ləzzətli, çox gözəl xıncılovuz qovurmamız hazırdır. Xıncılovuzu süfrəyə sarımsaq qatıqla verirlər, çünki sarımsaq qatıqla çox ləzzətli, çox dadlı olur. Videonu bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Əməyə hörmət olaraq bəyəni düyməsini basmağı da unutmayın.